Bismillahirrahmanirrahim. İnsanların əksəriyyəti Allah Taala'nın ona əta etdiyi nemətlərə şükür etmir, naşükürlük edirlər. Bu barədə, yəni naşükürlər barəsində Ali əleyhissalam buyurmuşdur: Ey Adəm övladı, eyib və nöqsan sifətlərdən pak və uzaq olan Rəbbinin ardıcıl olaraq sənə nemətlər əta etməsini, eyni zamanda sənin isə ona qarşı günah və itaətsizlik etdiyini görən zaman ondan çəkin, yəni əzabından çəkin. Çünki nankörlük və naşükürlük intiqam alınmasına və cəzalandırmaya səbəb olur. Allah hər birimizdən razı qalsın inşallah.